Salam, Məşğulluq Bələdçisində xoş gördük. Sizin üçün yeni bir xəbərlə gəlmişəm. Dövlət Məşğulluq Agentliyi məqsədli proqramların həyata keçirilməsi ilə bağlı işə götürənlər üçün müsabiqə elan edir. Məqsəd sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təminatına dəstək olmaqdır. Müsabiqəyə indi qeyd edəcəyim şərtlərə cavab verən işə götürənlər müraciət edə bilərlər. Son bir il ərzində fəaliyyətdə olan və müraciət tarixinə Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan, son bir il ərzində işçilərinin sayını azaltmayan və ya iş yerlərini ixtisar etməyən, boş iş yerləri barədə məlumatları vakansiya bankına daxil edən, iqtisadi fəaliyyət növü kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, emal sənayesi, topdan və pərakəndə ticarət avtomobillərinin və motosikletlərin təmiri, yaşayışın təşkili və ictimai iaşə, əyləncə, istirahət və incəsənət sahəsi üzrə olan. Hər bir işə götürən müsabiqəyə yalnız bir layihə təqdim edə bilər və layihə çərçivəsində yaradılacaq iş yerlərinin sayı işə götürənin mövcud işçi sayının 10% miqdarınadək, lakin 20 iş yerindən çox ola bilməz. Müsabiqədə qalib gələn işə götürənlərin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün iş yerlərinin yaradılması ilə bağlı xərclərinin 75%-ədək hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən, 25% isə işə götürən tərəfindən ödəniləcək. Hörmətli işə götürənlər, müsabiqədə iştirak eləmək üçün ekranda gördüyünüz bölmədəki linkdən qeydiyyatdan keçə bilərsiniz. Uğurlar!